Salam dostlar. 3,5 sotun içində bu gördüyünüz ev satışa çıxıb. 4 otaqdır. Dediyim kimi 3,5 sotun içində sənədi kupçadır. Magistral yolla arası 5 addım. 5 addıma magistral yoldasınız dostlar. Çox gözəl evdir, çox əla evdir dostlar. Balkonludur, yerdən kürsülüdür və qoşa daşla tikilib. Gördüyünüz kimi evin padvalına keçmək üçün evin sağından, solundan qapı qoyulub, padvala keçmək olur. Evin arxasına keçmək üçün sağından və solundan baxın, yer var, keçmək olur. Sol tərəfində belə bağdır, meyvə ağaclardır və manqalxanasıdır, yəni manqalı var. Evin həyətində tualeti var. Baxın, göstərim sizə. 3 sot yarımın içindədir dostlar. 3 sot yarımın içində kupçalı 4 otaqlı evdir. 0.5 atmamışam. Radnoy kamera ilə çəkirəm dostlar. Yəni baxasınız, biləsiniz. Sudur, işıqdır, qazdır, daimidir, kəsilmək söhbəti yoxdur. Çox əla evdir. Məhləni göstərim sizə. Yəni magistral yolu göstərim. Qapını açdıq. Dostlar, baxın, durursunuz darvazanın yanında elə. Bax, magistral yol. Gördünüz dostlar. Düz magistral yolla arası 5 addımdır. Keçək yavaş-yavaş evin içini də sizə göstərim. Yenə deyirəm dostlar, yəni evin həyəti. Bu videoda necə görürsünüz elədir, çünki 0.5 atmamışım. Bax, fərqə baxın, indi bax 0.5 atıram. Bu 0.5'dir. Yəni böyük bir kamera. Buyurun, bu da Radnoy kamera. Keçək evin içində göstərim sizə. Ev dediyim kimi yerdən kürsülüdür, qoşa daşla tikilib. Pəncərələr də şəbəkədir, panoramadır. Bu evin balkonudur, balkon hissəsidir. Balkondan mətbəxə, qoy 0.5 atım. Balkondan mətbəxə, mətbəxdən balkonu keçmək olur dostlar. Bu da evin həyəti. Baxın dostlar. Evin həyəti. Ətrafda hamısı yaşayış yerləridir. Keçək evin içində göstərim. Bura evin geniş koridorudur. Listorlar qoyulub. Yer laminatlı gördüyünüz kimi. Qapılar Rusiya qapılardır. Bura mətbəxdir. Burada bir yataq otağı. Burada bir yataq otağı. Lampiçkalar yoxdur deyə dostlar, biraz qaranlıq ola bilər. Bura evin 3-cü yataq otağı. Bura hamam tualetdir. Aksesuarlar gördüyünüz kimi var. Tuşu var, unitazı var. Bu var. Bu da var. Evin koridorunu sizə buradan da göstəreyim. Bura evin koridorudur. Keçək zala. Zalı da göstərim sizə. Buyurun dostlar, burada zal. Böyük bir zalı var. Deməli dostlar, ev yerləşir
Buzovna Maştağa yolunda. Ayda Parkın elə bil qabağındasınız, belə deyək. Düz durmusunuz Ayda Parkın qabağında. Maştağaya gedən tərəfdə, istiqamət Maştağaya istiqamət. Ayda Parkın düz qabağının düz 1 kilometr gəlirsiniz. Ev burada deyil. Düz yerində dedim, ünvanda dedim. Sənədi Kupçadır, 4 otaq, 3 sot yarımın içində tikilib. Dostlar, nağd alıcıya qiymətdə endirim olunacaq. Hələ ki qiyməti deməmişəm. Evin qiyməti 135.000 manatdır. 135.000 manat. Nağd alıcıya dostlar qiymətdə endirim olunacaq. Çox gözəl evdir. Çox qəşəng evdir dostlar. Almağa dəyər. Həqiqətən də almağa dəyər. Əla evdir.